Desələr sözün yaxşı mənasında əsəb, stres, gərginlik nə deməkdir? Mən onları az öncə yaşadım. Qarabağ Chelsea oyunu bəlkə Kopenhagen oyunundan daha da bir gərgin, daha bir dinamik, daha bir heyecanlı. Bəzən oyun içərisində heç bir zaman gol olmur, amma oyun o qədər dinamik, o qədər aktiv keçir ki və həyecanla oyunu izləyirsən və 4 gol oldu. 2 Chelsea, 2 də Qarabağ tərəfindən möhtəşəm oyun idi. Həqiqətən bütün Qarabağ oyuncularının adlarını böyük bir qürurla çəkmək olar ki, o qədər ürək qoydular, o qədər mübarizə. Mənə bu oyunda məğlub olmamaq nəyə görə lazım idi? Çünki Chelsea-nin oyun öncəsində gəlib məşqdə iştirak eləməməsi, Azərbaycanı, Qarabağı çox da ciddi almamağa çalışması, amma Qarabağ öz meydanında bir neçə müddət öncəsində Kopenhagendə bağlı olan oyunda Tofiq Bəhramovda göstərdiyi şounun eynisini elə məhz burada göstərdi. Təşəkkür edirik Qarabağa. Bizi məğlubiyyət üzüntüsünə vermədi. Düzdür, o sonuncu gol ola bilərdi ki, amma gəldi rəqib qapıçının tam qucağına o qolu atanda bütün xəyallarımız suya düşdü. 95 dəqiqə nəticəsində təbrik edirəm bütün Qarabağı, bütün Qarabağlara. Düzdür, o bir xal bizim üçün çox önəmli idi, amma yenə də məğlubiyyət olmadığı üçün bu günü uğur, sevinç və xoşbəxtliklə tamamlayırıq. Eşq olsun Qarabağ FK.